Muaviyə ilə döyüşməyə qərar alıb Küfədən hərəkət etməyə hazırlaşan İmam Həsən əleyhissalam Ubeydullah ibn Abbası 12 min döyüşçüdən ibarət qoşunla öndə göndərdi və Qeys ibn Səd ilə Səid ibn Qeys adlı ən yaxın səhabələrini Ubeydullaha müşavir və canişin təyin etdi. Belə ki, əgər Ubeydullahın başına bir iş gəlsəydi, onlar Ubeydullaha əvəz etməli idilər. İmam Həsən əleyhissalam onların hərəkət istiqamətini təyin edib göstəriş verdi ki, Muaviyyənin qoşunu ilə rastlaşdıqları məkanda düşərgə salsınlar və onların irəliləməsinin qarşısını alsınlar. Eyni zamanda İmam Həsəni vəziyyətdən xəbərdar etsinlər ki, o da özünü əsas qüvvə ilə onlara yetirsin. Ubeydullah ibn Abbas sərkərdəlik etdiyi qoşunla hərəkət etdi. Onlar Məskin adlı bir yerdə Muaviyyənin qoşunu ilə qarşılaşdılar və Ubeydullah da İmam Həsənin göstərişi ilə həmin yerdə düşərgə saldı. Çox keçmədi, İmam Həsənə xəbər çatdı ki, Ubeydullah Muaviyyədən 1 milyon dirhəm alıb, gecə vaxtı 8 min nəfərlə onun tərəfinə keçmişdi. Məlumdur ki, belə bir böhranlı vəziyyətdə sərkərdənin xəyanəti döyüşçülərin ruhiyyəsinin, eləcə də İmam Həsən əleyhissalamın strateji mövqeyinin zəifləməsinə çox böyük təsir qoydu. Amma imanlı, şücaətli, Həzrət Əlinin xanidanına vəfalı bir şəxs olan Qeys ibn Səd, İmam Həsən əleyhissalamın öncədən verdiyi göstəriş üzrə qoşuna sərkərdəliyi öz öhdəsinə götürdü və alovlu çıxışları ilə döyüşçülərin ruhiyyəsini qaldırmağa səy göstərdi. Muaviyyə onu da pul ilə satın almaq istədi, amma Qeys onu aldanmayıb İslam düşmənlərinin qarşısında müqavimət göstərdi.